Sən nəfsinin qarşısını almasın, hər istədiyini ona versin ki, verməsəm narahat olar, verməsəm hirslənər. Nəticə nə olar? Səmət bikəl əhva ilə kəsirə minəz zərər. O nəfs səni elə bir zərərlərə aparacaq ki, səni bədbəxt eləməmiş əl çəkməyəcək. Sən deysən, nəfsə verməsəm bunun acığına gələcək, bir kira hissi oyanacaq onda, mən qoy elə nəfsin dediyini eləyim, deyir, o nəfs səni bədbəxt eləməyənə qədər əl çəkməyəcək. Bu Əmirül-Möminin sözü. Ona görə xanım və kişi müğayət olmaq, bu nəfsə yox demək, bu nəfsi qane eləmək, halalla qane eləmək, harama üst tutmamaq. Halalla qane olmayan nəfs heç vaxt haramla qane olmayacaq. Bunu qəti bilin. Bu qəti bir qaydadır ya, o yan bu yan yoxdur. Halalla qane olmayan nəfs haramla heç vaxt qane olmayacaq.